Sabah xeyirli olsun, dəyərli traderlər. Hər vaxtınız xeyir, gününüz xeyirli, bərəkətli olsun. Təbii ki, biz yenidən qızıldan başlayarıq və qızıl bu gün səhər saatlarında 50 dollar aşağı, 60 dollar yuxarı, yenidən 55 dollar aşağı. Yəni ümumilikdə 150 dollardan çox bir hərəkət olub səhər saatlarında. Yəni bütün qızılda trade edən, ticarət edən traderlərə səslənirəm ki, maksimum dərəcədə ehtiyatlı olun, maksimum dərəcədə kiçik lotlarla ticarət edin, maksimum dərəcədə çalışın take profitdən, stop lossdan istifadə edin. Stop lossdan istifadə etmirsinizsə, buy stop, sell stoplardan istifadə edin əməliyyat açıq olanda. Nə üçün? Çünki son dönəmdə, yəni krizdən bağlı, müharibələrlə bağlı, yəni bazarın sağı, solu bəlli olmur. Yəni görürsünüz, səhər saatlarında sürətlə 30 dollara, 32 dollara aşağı düşdü, sonra yenidən yuxarı doğru bir 30 dollara yaxın yuxarı qalxdı. Yəni biraz ehtiyatlı olmaq lazımdır. Biz səhər saatlarında artıq bir kiçik bir buy açmışıq, kiçik lotdan, yəni bir 30 dollara bir yuxarı take profit təyin eləmişik. Eyni zamanda buy əməliyyatlarımız 4710-dan gələcək, sellər isə 4693-dən. Bir də açıqlama vermək istəyirəm, Forex-dən anlayışı olmayanlar. Deyirlər, həm buy yazırsınız, həm sell yazırsınız. Biz birinci nə edək? Yəni, Forex-dən anlayışınız yoxdursa, gedin birinci Forex öyrənin sonra. Yəni, bu buy ona görə təyin eləmişik ki, əgər qiymət bu nöqtədən yuxarıda formalaşsa, özü avtomatik buy stop, yəni buy atsın bizim üçün və take profit götürsün. Yox, yuxarı formalaşmasa, aşağı ensə, bu nöqtədən bizim üçün satış əməliyyatları. Çünki hər dəqiqə izləyə bilmirik bunu. Ona görə də buy stop, sell stopları təyin edirik. Və burada da sell, qiymət burada formalaşsa, sell açıb aşağı enib gəlirlə bağlayacaq. Təbii ki, trailing stoplardan mütləq istifadə edin və ən azından 5 dollar gəlir varsa, sığortalayın. Gəlin baxaq, dünənki siqnalları, dünən bizdə alış əməliyyatları, baxın 75-də alış əməliyyatları təyin edilmişdi. Yəni, gedib həmin nöqtəyə çatmadı. Çatsaydı, buy açılardı. Sell əməliyyatları açıldı, 4741-dən açıldı sell əməliyyatları və aşağı doğru istiqamətində, demək, haradasa biz take profit 4723-ə, 34 və 23-ə, deyək ki, 33-23-ə təyin etmişdik və dünən qiymət 4723-ə toxundu. Yəni, bu, demək, hər iki, deyək ki, istər 4700, deməli, 34-də, istər 23-də olan əməliyyatlar gəlirlə bağlandı. Bugün buy stop, sell stopu təyin eləmişik və gümüşdə dünən satış əməliyyatları 77-350-lərdən gəldi. Sonra Bitcoin-də alış əməliyyatları gəlirlə nəticələndi. Neftdə demək 100-dən alışlar idi, 98-dən satışlar idi. Yəni buna bir baxaq görək nələr baş verib. Yəni o haqda məlumatım yoxdur. Dünən biz birinci satış əməliyyatlarını yazmışdıq. Satış əməliyyatları gəlirlə nəticələndi. Deməli 96-50-lərə qədər indi. Alış əməliyyatları da biz alış əməliyyatlarının bu deməli bir saatlı zaman intervalında bunlar neftlər fərqlidir. Satış əməliyyatları gəlirlə nəticələndə, alış əməliyyatları da ki 100.10-dandır. Bu da gəlirlə nəticələndə. Bizim burasına baxaq görə burada da var 100 aysal burada. Deməli burada diqqətlə baxın. Hər ikisində neftdə 100.20-də alışlar gəlib. Satışlar gəlirlə bağlandı. Alışlar da ki 100.20-dən alış əməliyyatları gəldi. O da 2 dollarla bir yüksəlişlə nəticələndi. Bugün səhər saatlarına baxın nə inib uşaqlar. Sonra euro dollar, funt dollarda bunlar satış əməliyyatları ilə gəlirlə nəticələndi. Bugün nələr baş verəcək? Bugün deməli gümüşdə də elə alışlardır uşaqlar. Gümüşdə biz artıq alış əməliyyatlarını paylaşmışıq. 76-300-lərdən alışlar gələcək. Satışlar isə 75-500-lərdən gələcək. Keçək biz Bitcoin-a. Bitcoin-a da alışlarla biz
alışları 78 200-lərdən dəydinki, satışlar isə 77 300-lərdən qeydə alın. Ethereum'da da istəyirsinizsə, Ethereum'da da yəni bu hissədən baxa bilərsiniz. Yəni belə bir dənə trayektoriyanı çəkək. Deməli alışlar 2363, 64, satışlar isə 2318-lərdir uşaqlar. Neftə gəldikdə neft yəni bu gün necə? Yenidən yüksələrmi, yüksəlməzmi? Yəni burada səhər saatlarında maksimum vurub yenidən Hörmüz boğazı ilə aləm deyir bir-birinə uşaqlar orada. Yəni tankerlər qalıb yolda. Avropada vəziyyət yəni neft üçün krizis vəziyyətdədir, benzin üçün. Nəysə bugün alışlar future spotlarda 104.30-larda, satışlar isə 102-lərdən gələcək. Belə biz səhər saatlarında yenidən qızıla baxaq. Qızılda kiçik alış əməliyyatları vermişik artıq. Bir də ki buy stop qoymuşuq ki bu nöqtəyə çatsın və gəlin. Gəlir olan kimi sığortalayın inşallah. Yəni bu mütləqdir. Çünki bazarın sağı solu bəlli olmaz. Belə əzizlərim, özünüzə yaxşı baxın. Dünən sadəcə bazar o qədər də aktiv olmadı. Nə üçün? Tək qızılda demək, yəni cüzi gəlirlər oldu. Əslində biz 4750-lərdən də satış əməliyyatları icra etmişdik uşaqlar. Bunu bizim bir çox tələbələr bilir. O da ki, hardasa bir 25-26 dollara bir gəlir verdi. Belə hamınıza uğurlar. Yəni xəbərləri izləyin, xəbərlərdən qabaq bazara girməyin. Özünüzə yaxşı baxın, sağ olun.